olmasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olur. Bacım milli qəhrəman Hökumət Cəlil qızı Əliyeva daim arzusundaydı, deyirdi ki, mən köçəcəm, orada yaşamaq istəyirəm. Təəssüflər olsun ki, ona qismət olmadı. Mən Nəsibli Coşqun Cəlloğlu 13 sentyabr 1993-cü ildə Bərdə rayonu Qaradəniz kəndində anadan olmuşam. Əslən Kəlbəcər rayonu Susluq kəndindənəm. Kəlbəcərdə Dost Xidmət Məntəqəsinin açılacağını eşitdim, müraciət etdim və imtahanlardan uğurla keçərək sosial agent kimi xidmətimə başladım. Kəlbəcər Dost Xidmət Məntəqəsi təbii ki, iş saatından sonra da vətəndaşlar müraciət edirlər. Ətraflı məlumat verirəm və məsləhət görürəm ki, Dost Xidmət Məntəqəsinə yaxınlaşsınlar. Mənim bir günüm iş saatlarından sonra ailəmlə parkda gəzirik, isti suya gedirik, Kəlbəcərin şəlalələrinə, Kəlbəcərin dağlarına ziyarət edirik, gəzirik. Öz doğma Kəlbəcərimdə vətəndaşlara xidmət etmək mənim üçün böyük qürurdur.